Salam uşaqlar, dərsimiz olacaq mürəkkəb ədədin sadə vurğuları ayrılışı, namazı səhv 11-də olan tapşırıqlara baxaq. Hansı ədədin sadə vurğuları ayrılışıdır? Deməli 2 sadə ədəddir, 3 sadə, 5 sadə, 5 sadə, deməli 1-i götürə bilər. Digər ikinci tapşırıqda uşaqlar 6 mürəkkəbdir. Ona görə bunu sadə vurğuları ayrılış kimi götürə bilmərəm. 2 olmaz. 3-də baxıram. 2, 3, 3, 5, 7. Hamısı sadədir. Olar. 4-də 2 sadə, 3 sadə, 3 sadə, amma 15 mürəkkəbdir. Deməli 4 olmaz. 5-də 2 sadə, 3 sadə, 5 sadə. Olar. 6-da 6 var mürəkkəb ədəddir. Olmaz. 7-də verilən bütün vurğuların hamısı sadədir. Olar. 8-də də verilən bütün vurğuların hamısı sadədir. 8-i də götürə bilir. 23-cü. Deyir, ədədləri sadə vurğulara ayırın. İstənilən hər hansı bir ədədi sadə vurğulara ayıraq. Gəlin, içlərindən seçilmişik. 48-i ayıraq. 2-yə bölərəm. 24, 2-yə bölərəm. 12, 2-yə bölərəm. 6, 2-yə bölərəm. 3, 3-ə bölərəm. 1. Məsələn, gəlin 100-ü ayıraq. 2-yə bölərəm. 50, 2-yə bölərəm. 25, 5'e bölərəm 5, 5'e bölərəm 1. Uşaqlar, bir sözdə deyim sizə, vurğuları ayıranda yüzü, yəni vacib deyil 2 ilə başlayasın. Yəni bölünən istənilən sadə ədədlə başlaya bilərsən. Məsələn 5 ilə başlayıram. 100'ü 5'e bölərəm 20, 20'ni 5'e bölərəm 4, 4'ü 2'ye bölərəm 2, 2'ni 2'ye bölərəm 1. Burada da 2, 2, 2, 5, burada da 2 dənə 2, 2 dənə 5 var. Yəni vurğuların yeri dəyişilə bilər, amma heç bir səhvlik yoxdur. Yəni istəsəz 2 ilə başlaya bilərsiniz, istəsəz 5 ilə də başlaya bilərsiniz. Məsələn, başqa birinə baxaq. Məsələn, 540-a. 540-ı 2-yə bölərəm. 270. 270-i 3-ə bölərəm. 90, 3-ə bölərəm. 30, 3-ə bölərəm. 10. 10'u 2'ye bölərəm. 5, 5'ə bölərəm. 1. Bu, uşaqlar, sadə vurğulara ayrılışıdır. İndi bunu yazmağa necə yazıram? Yazıram 540 bərabər. 2-dən neçədənədir uşaqlar? 2-dən. 2 üstü 2. 3-dən 3 dənədir. 3 üstü 3. 5-dən də 1 dənədir. 5 üstü 1. 1'i yazmaya bilər. Uşaqlar, elə 5 hesab bilir ki, bu 5 üstü 1. Digərlərində hamısını istədilən ədədi götürür uşaqlar. Belə vurğular şəklində ayıra bilərsiniz. Sadəcə bir daha deyirəm. Şərt odur ki, uşaqlar, biz onun sadəcə sadələrinə baxmaz. Yəni içində bir dənə də olsa mürəkkəb bölən ola bilməz. Məsələn, 140-ın sadə vurğularını tapanda siz 140-ı 10'a bölə bilmərsiniz. 7'yə də bölərəm, 2'yə də bölərəm. Ancaq sadə. Deməli, 24'ə baxaq uşaqlar. Ədədin sadə vurğuları ayrılışını istifadə edərək onun bütün bölənlərini tapın. Bölənləri necə tapıram? 3 üstü 1, 5 üstü 1 deyil. Natural böləni tapanda qüvvətlərinin üzərinə 1 gəlirəm, vururam bir-birinə. Cavab 4. İkincisi 5 üstü 1, 7 üstü 1. Yenə eyni şey 1 plus 1 vur, 1 plus 1. Qüvvətlərin üzərinə 1 əlavə edib bir-birinə vur. Burada 3 dənə 1 var. 1 plus 1, 1 plus 1 və 1 plus 1. Burada da 2, 2, 2. 8 bölən var. Onda burada da uşaqlar 1, 1, 1. Burada da 8 bölən olacaq. Burada da 8 bölən olacaq. Burada da 8, burada da 8. Burada da 8 bölən olacaq. Sonra 25. Bir neçə elə iç rəqəmli ədəd yazın ki, onu 2 eyni sadə ədədin, 3 eyni sadə ədədin hasili şəklində göstərmək mümkün olsun. İç rəqəmli ədədləri yazın ki, onu 2 eyni sadə ədədin hasili kimi, məsələn 5 vur 5 yaza bilərəm uşaqlar, 2 eynidir də 25. 7 vur 7 yaza bilərəm, 49. 11 vur 11 yaza bilərəm. İç rəqəmlidir. 11 vur 11 yaza bilmərəm. İç rəqəmlidir. Sonra 3 eyni ədədin hasil şəklini göstərməsin. 3 eyni sadə ədədin 3 vur 3 vur 3 yazaram. Bu deyilər 27.
Bundan başqa sadə ədəd məsələn 5-dir. 5-i 3 dəfə öz-özünə vursam 125 eləyər. Bu da 3 rəqəmlidir. Məndən amma neçə rəqəmli istəyir uşaqlar? 2 rəqəm. Deməli 5-i 5-ə vuraram, 7-ni 7-yə vurub 2 rəqəmliləri alaram. 2 ədədin hasil şəklini yazaram. 3 eyni ədədin hasil şəklində də 3 vur 3 vur 3 yazaram. Buna baxaq. Deyir ki, bir neçə ilə 3 rəqəmli ədəd yazın ki, onu 3 eyni sadə ədəd. 3 eyni sadə ədəd yazarım uşaqlar. 5, 5, 5. Vursam 125 eləyir. 7 vur, 7 vur, 7. 7-ni 7-yə vursam 49. 49-u da vursam 343. 3 rəqəmli ədəddir. 3 eyni ədədin hasili şəklində göstərmək olur. Dörd eyni ədədin hasil şəklində 5-i elə göstərə bilərəm. 5 vur, 5 vur, 5. 625 eləyər də, düzdür. 4 dənə eyni sadə ədəddir. Bir-birinə vursam 3 rəqəmli ədəd alınır. 27-yə baxaq uşaqlar. 250 və 400 ədədlərinin ortaq sadə vurğularını tapın. Gəlin birinci 250-ni vurğularına ayıraq. 5-ə bölünür 50. 5-ə bölünür 10. 5'e bölünür 2, 2'ye bölünür 1. 400'ü de. Uşaqlar 2 ilə də başlayabilir. Sadəcə 5 ilə başlamaq daha rahatdır. 5'e bölərəm 80, 2'ye bölərəm 40, 5'e bölərəm 8, 2'ye bölərəm 4, 4'ü 2'ye bölərəm 2, 2'ni də 2'ye bölərəm 1. İndi bizə deyir ki, ortaq vurğularını tapın. 5 ortaqdır. Bir dənə də 5 var. Bir dənə də 2 var. Deməli, ortaq vurğuları hansıdır uşaqlar? 5, 5 və 2. İndi bizə deyir 45 və 45 ilə 136 ədədlərinin ortaq vurğularını tapın. Gəlin 45'ə baxaq. 45'in vurğuları 5, 9, 3, 3, 3'ə 1. 136. 2'ye bölsəm 68. 2'ye bölsəm 49. 49 yox. 39. Bir dəqiqə. 68 deyir uşaqlar. 68-i 2'ye bölsəm 34. 34. 2'ye bölsəm 17. 17'ni 17'ye bölsəm 1. Ortaq vurğularını tapın deyir uşaqlar. Bunların heç bir ortaq vurğu yoxdur. Bunların əgər ortaq vurğularının hasilini istəsəydi 1 yazardıq. Çünki ortaq vurğu yoxdur. Sonra bizə deyir ki, aşağıdakı hasilləri 28-ci tapşırıq. Sadə vurğuların hasilləri şəklində göstərin. Bunu da rahatlıqla belə yaza bilərəm uşaqlar. 40 vur 25 deyil. Bir də 40-ı 25'e vurmağa ehtiyac yox. 25'i 5 vur 5 kimi yazaram. 40'ı da 8 vur 5 kimi yazaram. 8 də mürəkkəb olduğu üçün 8'i də 2 vur 2 vur 2 kimi yazaram. Onda bunun vurğuları 2'dən 3 dənədir. Bir də 5'dən 3 dənədir. Və son 12 vur 35. 35'i yazaram uşaqlar. 5 ilə 7 hər ikisi sadədir. 12'ni də yazaram 6 vur 2. 6 mürəkkəb olduğu üçün 6'nı da yazaram 2 ilə 3. Onda bunun vurğuları 2'dən 1 2 dənədir. 3'dən 1 dənədir. 5'dən 1 dənədir və 7'dən 1 dənədir. Başqa birinə baxaq. 10 vur 164. Onun vurğuları 5 ilə 2'dir. 164'ün vurğu 2 ilə yazaq uşaqlar. 2 ilə yazsaq 82. 82 yenə bölünür 2'yə 41'ə. İndi bunun vurğuları nə oldu? 2'dən 3 dənə, bir dənə 5, bir dənə 41. İstədiyiniz hər hansı bir ədədi bu yolla uşaqlar vurğularına ayıra bilərsiniz. Yəni bir də mən 112'ni 147'yə vurum, sonra onu sadə vurğulara ayırım. Ehtiyac deyil. Gəlin bir dənəsinə də baxaq. 105 ilə 250'yə baxaq. 250'ni necə ayıraram uşaqlar? 5 ilə 50 kimi. 50'ni ayıraram 5 ilə 10. 10'u ayıraram 2 ilə 5. Düzdür. 105'i ayıraram
5 ilə 21, 21-i də ayırıram. 3 ilə 7. Onda baxaq. 5-dən 1, 2, 3, 4 dənədir. 5 üstü 4. 2-dən bir dənədir. 3-dən bir dənə və 7-dən də bir dənə. Bir daha deyirəm uşaqlar, istədiyiniz hər hansı bir vurğu bu şəkildə rahatlıqla vurğularını ayıra bilərsiniz. Bir də bir-birinə vurmağa ehtiyac yoxdur. Sonra 29. Boş xanaya elə rəqəmlər yazınca bərabərlik doğru olsun. Uşaqlar burada 165 yanında bir rəqəm var. Bunu bir dəqiqə suala baxın uşaqlar. Burada uşaqlar. Deməli 3'ü 11'e vurarım 33. 33'ü de 5'e vursam 165 eləyir. Bu boş damya heç nə yazmağa ehtiyac yoxdur. Burada 7'ni 11'e vursam 77. Onda 77'ni de 5'e vuraram ki 385 eləyər. Burada 7'ni 11'e vuraram 77. 77'ni 3'e vuraram. Bir dəqiqə belə yazaq. Eləyər 1, 21, 22, 23, 231. Yani 231'i de 5'e vursam eləyər 5, 15, 16, 1165. Yani vurguları bir-bir vurub bu boşlamaları tapmaq lazımdır. Burada 6'nı 5'e vursa, 7'ni 13'e vuraq uşaqlar. 1, 91. 91'i de 5'e vursaq eləyər 5, 455. Onda 455'i de 3'e vurarıq. Burada 3 eləyər. 455'i de 3'e vursam 5, 16, 12, 13. 1365 eləyər. Sonra bura baxaq. 3'ü vursaq 17'ye eləyər 51. 51'i de 7'ye vursaq 157 eləyər. Bir dəqiqə burada baxaq uşaqlar. Niyə iynədə dalınmadı? 77'ni 3'e vursaq 231. 231'i 5'e vursaq 5 eləyəcək. Burada da 5 eləyəcək. Eyni rəqəm alınacaq. Sonra digərinə baxaq. 11'i 13'e vursaq 143 eləyər də düzdür uşaqlar. Can burada vuraq. 33, 11. Bəli, 143 eləyir. Bu 143 eləyir. 143'ü deməli 5'e vursam 15, 20, 21 o da eləyər 715. Bir baxıb hesablamaq lazımdır sadəcə uşaqlar. Artıq 7 ilə 8 uşaqlar özünüz rahatlıqla tapa bilərsiniz. 30'a baxaq. Kiçik x kiçik bərabərdə 36 bərabərsizliyin həlli olan hansı natural ədədlərə sadə vuruqlara ayrılışı 2 eyni vuruqdan, 3 eyni vuruqdan, 4 eyni vuruqdan ibarətdir. 25'dən 36'ya qədər 25'in özü 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35 və 36'dan ibarətdir. Burada 2 eyni vuruq istəsə uşaqlar, mən 25'i götürə bilərəm. 5 vur 5, 2 eyni vuruqdur. 3 eyni vuruqdan desə 27'ni götürərəm. 3 vur, 3 vur, 3. 5 eyni vuruqda 32 olar da. 2 vur, 2 vur, 2 vur, 2 vur, 2. 2'ni 2'ye 4, 4'ü 2'ye 8, 8 2'ye 16, 16'ını da 2'ye 32. Bu 27, bu da 25. Tapşırıq 31 ilə devam ediyor uşaqlar. Deməli 60'ı 2'ye bölərəm 30, 30'u 2'ye bölərəm 15, 15'in də vuruqları 3 və 5. 84'ü 2'ye bölərəm 42, 42'ni 2'ye bölərəm 21, 21'in vuruqları 3 və 7. 180'i 2'ye bölərəm 90, 90'ı 2'ye bölərəm 45, 45'i 3'e bölərəm 15, 15'in vuruqları 3 və 5. 32-ci sualda uşaqlar 3'ü 5'e vuraram 15, 15'i 3'e vuraram 45, 45'i də 2'ye vuraram 90. Bizə deyir ABC'ni topla. 45 plus 15 plus 2 cavab eləyər 62. 5'i 7'ye vuraram 35, 35'i 3'e vuraram
105. 105'i də 3'ə vursam 315. Onda 105, 35 və 3'ü toplasaq, bu eləyər, deməli, 140, olar 143. 3'ü 7'ye vuraram 21, 21'i 3'e vuraram 63, 63'ü də 2'ye vursam 126 eləyər. 63, 21 və 2'ni toplasaq, eləyər 84 və 86. Burada da uşaqlar əlverişli üsullu vurğulara ayırma deyil. Necə əlverişli üsullarla ayıra bilərik? Gəlin baxaq. Məsələn uşaqlar, mən 90'ı ayıraram 9 ilə 10'a. 9'u ayıraram 3 və 3'ə, 10'u ayıraram 2 və 5'ə. Daha rahatdır. Düzdür? Sonra məsələn 315'i ayıraram deməli 5'ə, bir də 60, 5'ə bölsək 63. 63'ü ayıraram 3'ə və 21'ə, 21'i ayıraram 3'ə və 7'yə. Sonra məsələn 500'ü ayıra bilərəm uşaqlar. 5'ə və 100'ə, 100'ü ayıra bilərəm 25'ə və 4'ə, 25'i ayıraram 5'ə, 5'ə, 4'ü də ayıraram 2 və 2'yə. Yəni istədiyiniz birini götürüb istədiyiniz kimi ayıra bilərsiniz. Çünki 210'u ayıraram 10 ilə 21, 10'u ayıraram 2 ilə 5, 21'i ayıraram 3 və 7. 34'ə baxaq. Boş xanalara və dairələrə uyğun ədədi müəyyən edin. Burada 180'i ayıraram 10'a və 18'ə. 10'u ayıraram 2'yə, 5'ə. 18'i ayıraram 2'yə, 9'a. 9'u ayıraram 3'ə və 3'ə. Digərinə baxaq uşaqlar. 270'i ayırmağımız istəyir. 270'i ayıraram 27'yə və gəlin 10'a və 27 yazaq. Çünki bu bir tərəfdə uzundur. 10'a və 27'yə. 10'u ayıraram 2'yə, 5'ə. 27'ni ayıraram 3'ə və 9'a. 9'u da ayıraram 3'ə və 3'ə. Burada 3 ilə 5 mənə verər 15. Bu da eləyər 3 və 7. Burada da deməli 15'i 21'ə vurub ədədimizi taparıq. 15'i 21'ə vursaq 315. Burada 10'u ayıraram 2 və 5, 77'ni ayıraram 7 və 11, onu da 77'ye vursam 770. 5'i 11'e vursam 55, 21'i 3 və bir dəqiqə 3 və 7 kimi ayırsam, 21'i də 55'e vursaq 105, burada 5 eləyər 1155. 1155. 36'dan başlayır uşaqlar tapşırıqlara baxmağa. Kvadratın tərəfi 11 santimetrdir. Onun perimetr və sahəsi sadə ədədlərlə ifadə oluna bilər. Gəlin həm perimetrin, həm sahəsini tapaq. Tərəf 11-dirsə perimetr 11 vur 4 44'dür uşaqlar. 44 mürəkkəb ədəddir. Sahəni də tapsam 11 vur 11 121. Bu da mürəkkəb ədəddir. Xeyr, sadə ədədlə ifadə oluna bilməz. Keçək. Tərəfləri 103 və 127 olan cütbucaqlı formasında olan bağın perimetri və sahəsi sadə ədədlərlə ifadə oluna bilərmi? Gəlin birinci perimetrinə baxaq. 103 plus 127 toplayaq vuraq 2'yə. Toplasaq 0, 2, 3, 230, 230'da 2'yə vursaq 460, perimetri 460 metrdir ki, bu mürəkkəb ədəddir. Sahəsini tapsaq 103'ü vurarıq 127. Buranda uşaqlar sahəsi də olur 13.081 kvadrat metr. Bu da mürəkkəb ədəddir. Baxaq uşaqlar 38.
Yeşişdə olan 85 almanı qablara bərabər qoymaq istədilər. Almaları qoymaq üçün ən çoxu neçə qab lazımdır? Bu halda hər qabda neçə lazım olur? 85-i ayırsam ayıraram 5-ə və 17-yə. Mənə də deyir ki, almaları qoymaq üçün ən çoxu neçə qab lazımdır? Ən çox lazım olur mənə 17 qab. Hər qabda da qoyaram 5 alma. Ən az desəydi deyərdim 5 qab, hər qabda da 17 alma. Sonra deyir ki, 26 almanı həyətdə saxladığı dovşanlar arasında bərabər böldü. Sonra o 65 yer çökünü də bu dovşanlar arasında bərabər böldü. Hər dovşana neçə alma və neçə yer çökü düşdü? 26 almanın vurğuları 2-dir, 13-dür. 65-i də ayırsam olacaq 5 və 13. Deməli uşaqlar 26 alman var, bir də 65 almanı dovşanlar arasında bərabər bölürsə, ortaq hansıdır? 13. Deməli mənim 13 dənə dovşanım var. Onda hər dovşan, 13 dovşanım var. Hər dovşana 2 alma, hər dovşana 5 dənə də yer kökü düşür. Mağazada həftənin ilk 5 günü satılan torpaqların sayını göstərən ədəd sadə ədəddir. Sonraki günlər satılan torpaqların sayı birinci gündəkinə uyğun olaraq 4, 8, 10 və 14-ə qədər çox olmuşdur. Mağazada hər gün neçə top satılmışdır?